$2,5 milyard yuxu Minecraft'ın qurucusu, Minecraft'ın arxasında duran sadə proqramçı Marcus Nach. O bu oyunu 2009-cu ildə evdə sadəcə bir hobi olaraq Java proqramlaşdırma dilində hazırlamışdı. Hətta iki adı çox sadə idi: Kev Game. Nach oyunu internetdə yayımlayan kimi Minecraft inanılmaz bir sürətlə böyüdü. O öz işini tərk etdi, Mojang adlı şirkəti qurdu və qısa zamanda dünyanın ən böyük fərdi oyun yaradıcılarından birinə çevrildi. Qazancı o qədər böyük idi ki, bu həqiqətən də $1 milyard yuxu idi. Lakin böyük uğurla birlikdə böyük stres və ictimai təzyiq gəldi. Bu Nach'ı yordu. Nəhayət 2014-cü ildə o bütün bu yüklərdən qurtulmaq qərarına gəldi və şirkəti $2,5 milyard Microsoft'a satdı. Nach indi çox zəngindir. Lakin onun hekayəsi göstərir ki, böyük maliyyə uğurları belə hər zaman xoşbəxtlik gətirmir. Yəni o karyerasını davam etdirməkdən daha çox gənclikdə qazandığı böyük uğurun bəhrəsini yaşamağı seçdi. Bəs siz Nach'ın yerində olsaydınız hansı qərar verərdiniz? Mənimlə şərhlər bölməsində paylaşın.